IP ünvanı nədir və niyə vacibdir? IP ünvan bir telefonun, bir kompüterin və yaxud başqa bir cihazın şəbəkədə tanınması üçün sahib olduğu unikal bir nömrədir. Və biz bu IP ünvanlar sayəsində cihazlar arasında əlaqə qura və digər xidmətlərdən istifadə edə bilərik. Məsələn, biz sayta müraciət edən zaman bizim cihazımız həmin saytın serverinin IP ünvanına müraciət edir və biz bu sayəsində həmin sayta qoşula və həmin saytın resurslarından istifadə edə bilirik. IP ünvanının iki versiyası mövcuddur. Dördüncü IP4 və IP6 versiyaları. Məlumdur ki, dünyada şəbəkə avadanlıqlarının, şəbəkəyə qoşulan avadanlıqların sayı getdikcə artır və bunun sayəsində şəbəkədə ünvan çatışmazlıqları yaranır. Buna görə də IP-nin ikinci bir versiyası olan IP6 insanlar üçün təqdim olunmuşdur.